9 iqtisadi rayonu əhatə etməklə 13 rayonda ilk dəfə olaraq vahid konsepsiya altında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə məhsul festivallarına start veriləcək. Festivallar cari ilin iyun-noyabr ayları ərzində təşkil olunacaq. Festivalların əsas məqsədi regionların aqroturizm potensialını artırmaq, hər bir bölgənin iqlim və torpaq şəraitinə uyğun yetişdirilən yerli kənd təsərrüfatı məhsullarını tanıtmaq, yerli fermer və istehsalçıların fəaliyyətini dəstəkləmək, onların məhsullarına ictimai marağı yüksəltmək, həmçinin ixrac potensialını artırmaq və yeni bazarlara çıxış imkanlarını genişləndirməkdir. Məlumat vermək istərdim ki, biz son 3 il ərzində bölgələrdə mütəmadi olaraq aqrar biznes festivallarını təşkil etmişdik və bu aqrar biznes festivallarının əsas məqsədi bizim bölgələrdə fəaliyyət göstərən zəhmətkeş fermerlərimizlə təchizatçı şirkətlər arasında əlaqələrin qurulması idi və bu layihə özünü doğrultdu. Çünki bu layihə Kənd Təsərrüfatı Nazirliyinin ən davamlı, dayanıqlı layihəsidir və artıq 3 ildən çoxdur ki, bu layihə faktiki olaraq dövlət vəsaiti xərclənmədən özəl sektorla birgə həyata keçirilir və bütün bölgələri, yəni 14 iqtisadi rayon üzrə biz bugünkü günə qədər 66 bölgədə bu aqrar biznes festivallarını təşkil etmişik. 450-dən çox fermer, səhv etmirəmsə, bəli, dəvət olunmuşdu, onların ziyarəti təşkil olunmuşdu. Bunun üçün nəqliyyat da ayrılmışdı və xüsusi qeyd etmək lazımdır ki, bu il ilk dəfə olaraq bu azad olunmuş ərazilərdən və həmçinin Naxçıvandan da fermerlərin sərgiyə gəlməsi təşkil olunmuşdur. Əlbəttə, bu bir bölgələrlə olan bir əməkdaşlığın bugün yeni bir müstəviyə çıxması bizi çox sevindirir. Qeyd edək ki, bölgələrdə təşkil ediləcək məhsul festivalları Kaspian Agro 2026 sərgisində də rayonlar tərəfindən ixtisaslaşmış məhsulları ilə stendlə təmsil olunacaq. Beləliklə, Azərbaycanın iqtisadi rayonlarının yerli məhsulları geniş miqyasda tanıdılacaq. Kənd Təsərrüfatı Nazirliyi məhsul festivallarının davamlı inkişafı və genişləndirilməsi ilə yerli fermerlərin, istehsalçıların və bölgə əhalisinin rifahının yüksəlməsinə önəmli töhfələr verməyi hədəfləyir.